Answer the question according to the dialogue. Diyaloqa əsasən suala cavab verin. How can people experience driving an electric car? Elektrikli maşını, bələdiyyə avtomobili sürməyi insanlar necə təcrübə edə bilər? A variantında individuals are required to purchase an electric car before being permitted to operate one. Fiziki şəxslərdən elektriklə işləyən avtomobili idarə etməyə icazə verilməzdən əvvəl alması tələb olunur. Yəni məlumat yanlışdır. Əvvəl cavab sonra sürməyin artıq bələdiyyə mətnində düzgün məlumat kimi qeyd olunmayıb. Electric vehicles may only be utilized for short-term business purposes during the designated trial periods verilmişdir. Burada isə qeyd olunur ki, yəni elektrikli nəqliyyat vasitələri yalnız təyin olunmuş sınaq müddətində qısa müddətli iş məqsədləri üçün istifadə edilə bilər. Yenə mətnə əsasən doğru deyil cavabımız. The only way to experience an electric car is by online virtual simulation. Yəni qeyd olunur ki, elektrikli avtomobilə təcrübə etməyin yeganə yolu onlayn virtual simulyasiyalardır. Məlumat yenə yanlışdır. Test drivers are exclusively available at specialized professional driving centers. Yəni test diskləri yalnız ixtisaslaşmış peşəkar sürücülük mərkəzlərində mövcuddur deyilir. Yenə məlumat mətnə əsasən yanlış qeyd olunur. Certain companies let customers hire an electric car for a limited time in order to test its performance. Yəni insanlar elektrikli, avtomobili yoxlamaq üçün müəyyən şirkətlər müştərilərinə elektrik avtomobilinin performansını yoxlamaq üçün məhdud müddətdə icarəyə verirlər. Və mətnimizdəki məlumata əsasən sualımızın doğru cavabı Y variantında qeyd olunur.